Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ya eyyühellezine amenu kutibe aleykumus-siyam kema kutibe alellezine min qablikum leallekum tettekûn. Sadakallahul aliyyul azim. Əziz müminlər, əziz dostlar, bugün Ramazan ayının birinci günüdür. Mübarək Ramazan ayındayıq artıq. Allah tuttuğumuz orucları, etdiyimiz duaları bu gözəl ayda qəbul etsin. Allah bizləri həqiqi Ramazanda oruç tutanlardan, ibadət edənlərdən və xüsusən Qur'andan bəhrə aparanlardan qərar versin. Mübarək Ramazan ayı bildiyiniz kimi 11 ayın sultanıdır, 11 ayın şahıdır. Bütün aylar, bütün günlər, bütün zamanlar, bütün məkanlar Allahındır. Amma Allah Subhanahu Taala bəzi məkanları, bəzi günləri, bəzi ayları xüsusi olaraq mübarək qərar verib, xüsusi olaraq həmin zamanlarda tapşırıb Quran-ı Kərim vasitəsilə yaxud Əhl-i Beyt əleyhissalamın, Peyğəmbər Əhl-i Beytinin vasitəsilə və biz həmin ayda, həmin zamanlarda daha çox ilahi rəhmətdən, ilahi feyzdən bəhrələnək və istifadə edək. Ramazan ayı da o zamanlardandır, o aylardandır ki, daha doğrusu o aydır ki, yəni bütün 11 ay içində, 12 ay içində Ramazan ayına bərabər bir ay yoxdur. 11 ayın sultanı qiymətli və fəzilətli ay hesab olunur. Mübarək Ramazan ayının özəlliklərindən, xüsusiyyətlərindən, yəni mübarək Ramazan ayını mübarək eləyən və başqa aylardan fərqləndirən, 11 ayın sultanı eləyən bəzi amillər var. İnşallah onların bir neçəsinə diqqət edək. Birincisi budur ki, dedik ki, mübarək Ramazan ayı 11 ayın sultanıdır və mübarək Ramazan ayında müsəlmanlara oruç tutmaq vacib edilibdir. Biz bildiyimiz kimi, İslamdan qabaq da bu aylar var idi, yəni Hicri qəməri tarixi ilə 12 ay var idi. Ramazan ayı, Muhərrəm ayı, Şaban, Şəvval, məsələn, bütün bu bildiyimiz İslam Hicri qəməri tarixində olan aylar var idi. Amma Allah Subhanahu Taala həmən Ramazan ayında və tarixçilərin dediyinə əsasən Hicrətin 2-ci ilində əziz Peyğəmbərimizə bu ayəni nazil etdi. Əvvəldə oxuduğum Bəqərə 183-cü ayəni nazil etdi ki, ey iman gətirənlər, sizdən qabaqki ümmətlərə oruc vacib edildiyi kimi sizlərə də oruc vacib edildi, təqvalı olmağınız üçün. Kutibə aleykumus-siyam kəmə kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Bəlkə təqvalı olasınız. Yəni bu hökm, ibadi hökm, yəni ibadətlə bağlı olan bu məsələ, Ramazan ayında oruç tutmaq, buyururlar Hicrətin 2-ci ilində əziz Peyğəmbərimizə nazil oldu. Deməli, bu ayı başqa aylardan fərqləndirən, fəzilətli elən amillərdən biri budur ki, bu ayda müsəlmanlara Hicrətin 2-ci ilində Allah məsləhət bilib, Allah iradə eləyib, müsəlmanlara oruç tutmaq vacib edilibdir. Növbəti amil bundan ibarətdir ki, mübarək Ramazan ayında müsəlmanlara Qur'an nazil olub. Təbii ki, alimlərin, araşdırmaçıların nəzərinə əsasən Quran-ı Kərim 2 dəfə nazil olub. Mübarək Qədir surəsindəki Allah Taala buyurur: "İnna ənzəlnahu fi leylətil qədr", yəni bu bir dəfəyə nazil olan Qur'andan söhbət gedir və ikinci dəfə ki, Quran ki deyirlər 2 dəfə nazil olub, ikinci dəfə ki nazil olan Qur'anda Peyğəmbər, əziz Peyğəmbərimizin 23 illik, 13 il Məkkə, 10 il Mədinə şəhərində Peyğəmbərlik dövründə tədricən nazil olub. Amma Qur'anın danışdığı Qədir surəsində xüsusən "İnna ənzəlnahu fi leylətil qədr", həmin Qədir gecəsində və həmin Qədir gecəsi Ramazan ayında, Ramazan ayının gecələrindən biridir və mübarək Qur'an da Qədir gecəsində nazil olub. Və deməli başa düşürük ki, Qur'an-ı Kərimi
daha doğrusu Ramazan ayını başqa aylardan fərqləndirən amillərdən biri də budur ki, mübarək Qur'anın Ramazan ayında nazil olması. Bəşəriyyətin dünya və axirət səadəti, xoşbəxtçiliyi, konstitusiyası, qanun toplusu, dünya və axirətimizin səadəti bağlıdır Qur'an-ı Kərimə. Həmən Qur'an mübarək olduğumuz, başladığımız bu mübarək ayda nazil olubdur. Və əvvəldə qeyd etdiyim ayədə Allah Subhanahu taala bu cür buyurur ki, "La'allakum tattaqun." Yəni Allah bizim oruç tutmağımızla mübarək ayda oruç tutmağımızla "La'allakum tattaqun" bəlkə təqvalı olasınız. Yəni orucun fəlsəfələrindən biri buyururlar budur ki, biz təqva əldə edək. Biz ki təqva əldə etdik və daha çox Qur'andan istifadə edəcəyik. Allah Quran-ı Kərimin öz tərifində Qur'anda buyurur ki, Bəqərə surəsinin əvvəlinci ayələrində "Hudan lil muttaqin" təqvalılar üçün hidayət kitabıdır. Yəni təqva əhli, pəhrizkar insanlar Quran-ı Kərimdən daha çox istifadə eləyərlər. Və orucun da fəlsəfələrindən biri budur ki, biz təqva əldə eləyək. İnşallah biz oruç tutmaqla bu ayda təqva əldə edib və Qur'andan daha çox faydalana bilərik, daha çox bərəkət əldə edə bilərik. Həmçinin dediyimiz kimi bu ayda Qur'an nazil olub və Qur'anın bir dəfəyə nazili, təbii ki, bir dəfəyə söhbət gedir və bir çox əimmə əleyhissalamdan, məsumlardan xəbərlərə baxanda və xüsusən əziz İslam Peyğəmbərinin Şabaniyyə xutbəsi deyirlər. Yəni Şaban ayının sonuncu cüməsi ki, İslam Peyğəmbəri Ramazan ayının gəlişi ilə bağlı uzun bir xutbə deyib, hədis kitablarında və Məfatül Cinanda və başqa kitablarda da qeyd olunub və o xutbəsində əziz Peyğəmbərimiz Ramazan ayını bizə o cür təqdim eləyir ki, heç bir ay barəsində bu cür fəzilətli və bərəkətli məqamlar yoxdur. Hətta Rəcəb və Şaban ayı buyururlar hədislərə əsasən bəzi üləmalar, Allah Rəcəb və Şaban ayı bu qədər qiymətli qərar verib, yəni oruç tutmaq, ibadət eləmək, hər günün namazı, orucu, qusulu və s. hamısı insanı neynəsin? Allah mömini, müsəlmanı yetişdirsin, hazırlasın Ramazan ayında Allahın huzurunda, Allahın istədiyi kimi oruç tutub ibadət eləyənlərdən olsun. Əziz Peyğəmbərimiz Şabaniyyə xutbəsində bu cür buyurur. Yeganə aydır ki, diqqət edin, yeganə aydır ki, Peyğəmbərimiz buyurur, nəfəsləriniz belə nədir? Təsbihdir. Yəni Ramazan ayında bir oruç tutan nəfəs alır, əziz Peyğəmbərimizin mübarək sözünə əsasən, yəni Subhanallah deyir. Yəni La ilahə illallah deyir. Yəni Elhamdülillah, Allahı zikr edir, Allahı təsbih edir. Allaha təşəkkür edir. Ramazan ayının xeyri və bərəkəti. Yaxud yatmaq ibadətdir. İslam Peyğəmbəri buyurur, yatmaq ibadətdir. Adi günlərdə bilirsiniz, fiqhi hökmlərə əsasən insanın yatmağı mübah işdir. Yəni yatmaq nə haramdır, nə məkruhdur, nə müstəhəbdir, nə vacibdir. Yatmaq insanın iradəsində, Allah insanın öz iradəsində qoyan bir işdir. Yemək, içmək kimi insan istəyir yatır, istəyir yatmır. Amma əziz Peyğəmbərimiz buyurur ki, Ramazan ayında bir oruç tutan bir nəfərin yatmağı belə nədir? İbadətdir. Peyğəmbər buyurur, əməllər qəbul olur, dualar müstəcab olur. Yeganə aydır ki, Peyğəmbər buyurur ki, bu ayda bağışlanmaqdan məhrum olan şəxs bədbəxtlərin ən bədbəxtidir. Dəhşət sözdür. Yəni, belə bir söz başqa bir aylar üçün deyilməyib. Bağışlanmaqdan məhrum olan, hər kim bu ayda özünü bağışlatdıra bilməsə, hər kim bu ayda günahlardan bağışlatdıra bilməsə özünü, əziz Peyğəmbərimiz buyurur, o insan bədbəxtdir. O insan bədbəxtlərin bədbəxtidir. Və sözümüzün nəticəsi, xülasəsi, bugünkü mövzumuz budur ki, Ramazan ayı 11 ayın sultanıdır, fəzilətlidir və bütün aylardan üstündür və bəzi amilləri də biz sayırıq ki, Ramazan ayı niyə başqa aylardan üstündür və bu qədər qiymətləndirilib, bu qədər təriflənib, bu qədər fəzilətlənib. İnşallah biz Allahın izni ilə, Allahın lütfi ilə bu Ramazan ayı müddətində Qur'an-ı Kərim barəsində sizlərə bir
neçə məsələ barəsində, yəni Qurandan olan bəzi məlumatlar barədə biz sizlərə inşallah çalışacağıq ki, xəbər verək. Çünki Qurani-Kərim həmçinin dedik ki, Ramazan ayında nazil olub və hədislərimizə əsasən hər bir şeyin baharı vardır və Quranın da baharı mübarək Ramazan ayı. İnşallah biz də bu fürsətdən istifadə edib siz əzizlərimizə fayda verməyə çalışacağıq Ramazan ayı boyunca və Qurani-Kərimdən məlumatlar, Qurani-Kərimdən ayələr və Qurani-Kərimdən inşallah əxlaq, əqidə və müxtəlif mövzularda dərslərlə, bəhslərlə sizin xidmətinizdə olacağıq. Allah sizlərdən də və bizlərdən də oruçlarımızı, ibadətlərimizi, zəhmətlərimizi inşallah bivəcihillah qəbul eləsin.